Salam herkese. Bugün İslam Bey vizasını alıp gelip İslam Bey'in videosunu görmüştünüz. Gelmişik Praga aeroportuna İslam Bey'i götürmeye. Tesadüfen buradan keçirdik, Praga'daydık. Sonra demeyi ki bizim hamımızı Praga'dan gelip götürdük. Ki normalde tezimden karşılayırıq. İslam Bey bugün geldi çatdı, videosunu çekmişdik. İslam Bey'i götürəcəyik. Karşıdan təhsil verəcəyik. Ayağında 4 aydan sonra siz mən gözləməkdə mən sizi gözləyirəm. Yaxşı başlayın. İslam geldi çatdı. Kapalı koordinatora təhvil verəcəyik. Yerləşmə yerinə gedəcək. Təxminən bir həftə içərisində polisten keçməlidir. Polisten keçəndən sonra da artıq işə başlaya bilər. 20 gün, 18-20 gün içində kirli oturum kartı gələcək. Kirli oturum kartı gələndən sonra minimum gəldiyi yerdə 6 ay işləməlidir. 6 aydan sonra istədiyi iş yerinə gedə bilər. İzləmədə qalın. İslam bəyin təxminən viza almağı birinci kvotaya düşür. Təxminən 3 ayın içində, 4 ayın içində bütün prosesi həll oldu. Yəni amma bu hamıda o demək deyil ki, hamı birincidən düşəcək. 1 ilə gələnlər də olur. İslam kimi 3 aya viza alanlar da olur. İslamın gəlməyi müddətini özü seçdi. Gec gəldi normalda 3 aya vizası hazır idi. Gəlmə müddəti işlərinə görə gecikdirdi. Amma hamı İslam qədər şanslı olmur da kvotaya düşəndə. Yəni buradakı müddətin uzanma və yaxud da qısalma prosesi ancaq kvotaya bağlıdır. Yəni sənin gəlmə müddətin 3 ay da ola bilər, il yarım da ola bilər. Yəni hər şey kvotaya düşməkdən asılıdır. Oldu, sağ olun. Yenə də izləmədə qalın.